inşallah Allahın izni ilə, hövl qüvvəsi ilə çox çətin bir mövzuya toxunmaq istəyirəm. Ola bilər ki, indi mənim həmişəki kimi bu danışığımdan, bu qabartdığım məsələdən narazı qalanlar da olsun, həmişəki kimi. Amma yenə də bunu öz üzərimdə bir vəzifə, bir təklif bilib gərək bu məsələyə toxunmağa çalışıram. Bəzən ki, mən bu məclislərdən danışıram. Görürsən ki, kimlərsə də etiraz edir ki, yaxşı onda bu məclislərdə baş verən yersiz xurafatlardan, yersiz əməllərdən də danışın. Yəni çalışın ki, bu qədər danışırsınız, onda islahata da bir yer ayrılsın. Mən əvvəlcən bəzi məsələlərə toxunmaq istəyərdim. Onu qeyd etmək istəyərdim ki, mənim üçün İmam Hüseyn əleyhissalamın məsələsi, mən bu danışmışam, qısaca toxunum ki, Quran əsaslı məsələdir. Yəni bunu deməyə gərəkdir. Hansısa bir xurafatlar, hansısa bir xoşa gəlməz şeylər, hansısa bir əndazədən çıxmış mərsiyələr, belə bir qəribə əzadarlıq üslubları, yersiz, məsələn, yersiz şüarlar varsa, bu məsələnin özünə təsir eləmir. Bəziləri elə başa düşür ki, haradasa bir xoşa gəlməz şeylər varsa, bu matəmin öz kökünə zid bir şeydir. Yox, bu belə deyil. Həcc surəsinin 32-ci ayəsində oxuyuruq. Kim Allahın şəair, yəni şüarlarını əziz tutarsa, əlamətlərini əziz tutarsa, onları böyük tutarsa, təzim edərsə, şübhəsiz ki, bu qəlblərin təqvasındandır. Şəair Allah nədir? Allahın şüarları. Biz baxırıq ki, məsələn, Quranda Səfa və Mərvə Allahın həmin o nişanələrindən, şüarlarından qeyd edilib. Sözsüz ki, min şəair Allah deyir. Yəni, demir ki, bunlardır və bundan başqa Allahın yoxudur. Və biz, yəni mən bunu da qeyd etmişəm ki, həmin İmam Hüseyn əleyhissalam da hansı məsələlərə görə isə o ayrı mövzudur ki, həmin bu məsələyə aiddir ki, bizim məqsədimiz həmin Allahın dəlil, nişanə, Allahı xatırladacaq, Allah üçün bir iş görmüş bir kəsin mərasimlərini qeyd edib, onun hədəfini gözümüzün önündə tutmağımız sözsüz ki, nədəndir? Qəlbin təqvasındandır. Yəni, kim bunu yerinə yetirirsə, deməli, bu təqvanın bir təzahürüdür. Daha sonra, başqa bir dəlil varmı? Var, bəli. İbrahim surəsinin 5-ci ayəsində oxuyuruq ki, biz Musanı öz möcüzə, ayə və nişanələrimizlə göndərdik. Niyə? Xalqını qaranlıqdan nura çıxart və onlara Allahın günlərini xatırlat. Həqiqətən bunda çox səbirli və çox şükür edən hər kəs üçün ibrət dərsləri vardır. Deməli, Allah Teala Musa Peyğəmbərə əmr etdi ki, sən həmin Bəni İsrailə Allahın günlərini xatırlat. Allahın günləri nədir? Nədir Allahın günü var? Nədir bu? Məhrəminin neçəsidir, Zülhiccənin neçəsidir. Yəni, Allahın günləri nədir? Sözsüz ki, xatırlat. O deməkdir ki, Bəni İsrailə biz onları haradan çıxartdıq, hansı neymətlər bəxş verdik, hansı yönə, səmtə gətirdi, bunları sən onlara izah elə. Və nəinki təkcə İmam Hüseyn əleyhissalamın hərəkatı, Peyğəmbər sallallahu aleyhi və aleyhi və sələmin də həyatında baş vermiş bəzi əlamətlər, günlər var. Həzrət əleyhissalamın və s. elə günlər var ki, onlar xalqın yadına salınmalıdır ki, orada Peyğəmbər və Əhl-i Beytinin hədəfləri görsənsin, bilinsin və insanlar onları böyük tutsunlar, nəticə çıxartsınlar. İndi çox təəssüflər olsun ki, yaxşı, bu var. Məsələn, Allah Teala yenə də buyurur ki, məsələn, müəyyən bəzi insanlar elə bilir ki, zahirdə üzdə olacaq bəzi şeylərdir əsasən. Batini məsələlər yox, zahirə əsaslanırlar. Zahirdə bunlar olsa,
Yəni ki, sən bunun haqqını əda etmisən. Yox, yenə də Allah Taala məsələn Həcc surəsinin 37-ci ayəsində buyurur ki, qurbanlardan gedir söhbət. Deyir, onların nə ətləri, nə qanları da Allaha çatmaz. Lakin sizdən ona yalnız təqva çatar. Yəni bu mərasimlərdə biz nədənsə bəzi əzadarlığa, mərsiyyə, ora-buralara baxırıq. Əsas hədəf var ki, İmam Hüseyn əleyhissalamın əsas hədəflərindən biri biz nə qədər təqvalıyıq bu məsələdə. Çünki Allaha təqva çatacaq. Bunlar bəzən görürsünüz ki, gözdən yayınır və bunlara təəssüflər olsun ki, tamaşa etmirik. Bəzən görürsünüz ki, Allah Taala hansı əməli qəbul edir? Bax, burada da sual var. Hansı əməli qəbul edir? Ey İmam Hüseyn məclisinə görə roza oxuyan, mərsiyə oxuyan, əzadarlıq edən, ehsan verən, kitab yazan, nə bilim, söhbət edən və s. kəslər əməl edərkən nəyi nəzərdə tutmaq lazımdır? Bunu nəzərdən qaçırmaq lazım deyil ki, Maidə surəsinin 27-ci ayəsində oxuyuruq ki, İnnəmə yətəqəbbəlullah minəl muttəqin. Allah Taala həsr ədatı yalnız və yalnız təqva sahiblərindən qəbul edər. Yəni, bəzən insan elə bilir ki, mən İmam Hüseyn əleyhissalamı təbliğ edirəm, onun xatirəsini yaşadıram, lakin bunu bir əndazədən çıxmış vasitələrlə edir. Hər nə üslubla olur olsun, dəxlisi yoxdur da, əsas məqsəd bunu çatdırmaqdır. Yox, belə deyil. Allah Taala ayədə buyurur ki, Allah o işin təqvasına baxacaq. Məgər sən hər bir şeyi edə bilərsən, bəzən görürsən kimlərsə deyir ki, yox, biz ata-babalarımızdan belə görmüşük də. Allah Taala Maidə surəsinin 104-cü ayəsində buyurur, onlara Allahın nazil etdiyinə və elçiyə, yəni Peyğəmbərə tərəf gəlin deyildikdə, onlar atalarımızı bu üzərində görüb tapdığımız bir şey bizə bəs edər. Yəni atalarımızı bu üzərində tapdığımız, yəni yol, etiqad bizə bəs edər. Yəni sən bizə nə danışırsan? Biz ata-babalardan belə görmüşük, belə ediblər. İndi onlar bilməyiblər nə ediblər, onlar düz ediblər. Yəni belə bir irad gətirirdilər onlar. Allah Taala buyurur ki, bəs birdən ataları heç bir şey anlamır və doğru yolda da deyildilərsə necə? Allah Taala demir səhv idi. Allah Taala bir məntiqi sual qoyur ortalığa. Ola bilər ki, sənin atan səhv edir. Ola bilər ki, biz bu alimdən belə görmüşük, məddahdan belə görmüşük, filan kəsdən görmüşük. Bəlkə onlar səhv ediblər. Var belə bir ehtimal. Allah Taala demir səhv ediblər. Sadəcə ritorik bir sual qoyur ki, bəlkə birdən səhv ediblər. Var belə bir ehtimal. Və ya bəzən bəzi bizim əziz Əməvi davamçısı olan əzizlərimiz var, vəhhabilər var. Hər dəfə bir də görürsünüz ki, qeyd edirlər şərhlərdə ki, niyə görə filan kəslər, beşmən kəslər qaldı, siz İmam Hüseyndən yapışmışsınız. Mən bir söz deyəcəm. Hər dəfədəki qayıdıb deyirlər ki, Allah Taala filan kəsləri, səhabələrin hamısını cənnətlə müjdəliyib. Yəni, bunların məntiqinə əsasən Həzrət Əli əleyhissalam ki, ta işin başlanğıcından buradaydı, o da cənnətə gedəcək. İslam, Peyğəmbərin ömrünün son vaxtları ki, artıq iş işdən keçib, bunların əleyhissalam, sağ ol. Və nəticədə ki, iş işdən keçib və Peyğəmbərlə ömür boyu döyüşüblər, müsəlmanların qanını töküblər, filan ediblər və sonda İslama nətər sultanlıq qatmış Muaviyyə də gedəcək cənnətə. Bu nə absurd yanaşmadır. Peyğəmbərin zülmlər görmüş səhabəsi Əmmar Yasir də gedəcək cənnətə və onun qatili Muaviyyə də gedəcək. Nə gözəl, nə qəşəng, nə ritorik. Peyğəmbərimizin nəvəsi səhabə ki, barəsində ən azı mübahilə ayəsi nazil olmuş İmam Hüseyn əleyhissalam da gedəcək cənnətə və barəsində ancaq qəbih şeylər gəlmiş Yezid gələcək. Yaxşı, əgər Allah Taala Yezidi bu qətlinə görə bağışlayacaqsa, mən də ona nifrin edirəmsə, Allah niyə məni bağışlamasın? Mən keçkisi öldürməmişəm. Heç bir müsəlmanın qanına əlim batmayıb.
İndi məsələ burasındadır. Sual. Peyğəmbərimizin xanımlarının axirət vəziyyəti necə olacaq? Bəzən deyirlər, Allah Taala bəzi kəsləri cənnətlə müjdələyib. Sən etiqad kimi bəsləyirlər. Necə ki, Quranda var ki, Peyğəmbərə, rəsullara, mələklərə iman. Bu bir dəstə adam bura səhabələri də qatıb. Ki, səhabələrə də sən iman gətirməlisən. Onların arasında fərq qoymamalısan. Halbuki özləri fərq qoyurlar. Filan kəsdən üstündür, o bundan üstündür, bu bundan üstündür. Və s. Sual. Allah Taala niyə görə Quran ayəsində buyurur ki, yenə də sual, Peyğəmbərin xanımlarının vəziyyəti nətərdir, axirət vəziyyəti? Hə? Sözsüz ki, elə bir adam, indi əksəriyyət bəlkə deyər ki, yaxşıdır. Axirətdə uca cənnət Firdovsda yer tutublar. Yaxşı. Deyirsiniz ki, beyyət ediblər, mühacir və ənsardan razıdır Allah Taala. Belə-belə sözlər deyirsiniz. Bəli, Peyğəmbərin xanımlarının da var belə bir sabiqəsi, deyərlər ki, bəli var. Allah Taala niyə görə ayədə buyurur ki, Ya nisa'ən nəbi, ləstunnəkə əhədin minən nisa. Siz digər qadınlar kimi deyilsiniz. Elə deyil. Daha ardın demirəm. Başqa ayədə deyir ki, Ya nisa'ən nəbi, mən yə'ti minkunnə bi fahişətin mübəyyinə, yuda'af ləhəl əzab di'feyn. Əgər sizdən kim açıq, aşkar, çox pis bir işlə gəlsə, Allah ona 2 qat əzab verəcək. Allah ona 2 qat əzab verəcək. Niyə Allah Taala Peyğəmbərin xanımlarına bu ayəni nazil edir? Aya, onlar bəs Hüdeybiyyə sülhü, bəs mühacir, bəs ənsar ki, qeyd edirlər, hesab kitabsız məsələn deyirlər ki, filan kəslər artıq cənnətdədir. Bu ayə niyə var? Niyə var? Əgər sizdən kim açıq, aşkar bir pis iş görsə, Allah sizə 2 qat əzab verəcək. Niyə bunu deyib? Əgər bir adam cənnətdədirsə, bəri başlandan cənnətdədirsə, niyə Allah Taala bu ayə ilə təhdid edir Peyğəmbərin xanımlarını? Mənim əslində burada bu ayəni gətirməkdən məqsədim Peyğəmbərin xanımları, səhabələr deyildi. Mənim məqsədim özlərini Əhl-i Beytə isnad edib onların adından iş görən kəslərədir. Əgər Peyğəmbərin xanımlarına Allah Taala təhdid edib onlara deyirsə ki, sizə 2 qat əzab verəcək ki, siz Peyğəmbərə nisbət verib özünüzü bu cür işlər görmüsünüz. Onda bu bədbaxt Peyğəmbər, imam Allah adından işlərini belə bu cür edənlərin aqibəti necə olacaq? Necə olacaq? Yox, mən filan kəsəm, mənə cənnətdə belə yerlər veriləcək. Sən heç, qardaşım, nə Seyid ol, Ayətullah ol, nə bilim filan kəs ol, filan kəsin nəslindən, peşman kəsin. Quran deyir, yox, sən pis iş görsən, sənə 2 qat əzab veriləcək. Yəni bir də görürsünüz ki, sizə bir məsələ oxuyayım, bir məsələ demək istəyirəm ki, son vaxtlar bir dənə salavat çəkildi. Allahümmə salli alə Muhammed və ali Muhammed. Danışanların da səlamətçiliyinə, o danışanlara baxıb danışmağa cəhd eləmək istəyənlərin səlamətlə salavatla yad edək. Allahümmə salli alə Muhammed və ali Muhammed və accil vərəcək. Hacı Mirzəli Mühəddiszadənin nəql etdiyinə görə o Ətəbatda, yəni İraqda bir məclisdə roza oxuyurdu. Minbərdən düşən kimi Şeyx Məhəmməd Əli Kazimi ondan həmin nəql etdiyi rəvayətin mənbəsini soruşdu. O özü balaca adam deyir, Şeyx Abbas Quminin oğludur. Çıxıb minbərdə İmam Hüseyndən nəsə oxuyur. Qabaq bu işi, əzizlər, indiki bizim o gənc nəsil var ki, öz dinini, məsələn, üzünü göstərmək istəmirəm, Mərsiyə kitablarından öyrənirlər. Qabaq bu belə deyirdi. Mərsiyə kitabından adam əqidə öyrənməz.
İnsan öz əqidəsini din alimlərindən öyrənər ki, qabaqda belə adət idi. Mən gətirməmişəm, məqtəllər var, satışlarda da var İmam Hüseyn əleyhissalamın məqtəlləri. Yəni onları açıb, onları oxumaq cəmaata daha faydalıdır, daha elmi əsaslı bir şeylərdir. Deməli bu həmin Hacı Mirzə Əli Müəddiszadə çıxıb minbərdən İmam Hüseyn əleyhissalamdan oxuyur. Düşəndə həmin bu şeyx gəlir ona deyir ki, sən bunu niyə əsasən oxudun? Hardadır bu oxuduğun? Mən eşitmişəm, bizdə də var bəzi belə ruhanilər ki, qayıdıb deyir, məndən mənbə soruşurlar, mənbə mənəm, mən deyirəmsə bu mənbədir. Belə şey ola bilməz. Haqqınız çatır sizin. Kim? İstər xətib olsun, istər məddah olsun, kim olur, kim İmam Hüseyn və onun adından danışırsa sizin haqqınız var. Saxlayasınız, ona deyəsiniz ki, bu niyə əsasən danışırsan sən bunu? Ay, mən bunu yuxuda gördüm. Ay, tanıdığım bir adamlardan biri bundan eşitdi, o bundan eşitdi. İmam Hüseyn əleyhissalama nə qədər nisbət verilir yuxular? Filan kəs yuxusunda gördü. İki nəsildən sonra da bu artıq tarixə çevrilir. Həmin alim də ki, qayıtdı, belədir ki, deyir, Mirzəli də o an mənbəni xatırlamadığı üçün bir yerdə oxumuşam, amma indi dəqiq yadıma gəlmir cavabım verdi. Nə bilim, oxumuşam, acılamır ha. Oxumuşam, amma yadıma gəlmir. Bu hadisə onun üçün xoşagəlməz bir vəziyyətlə nəticələndi. Amma ürəyində qalıb da bu şey. Amma doğrudan mən bunu hardan oxudum, necə oxudum? Həmin gecə Hacı Mirzə Əli yuxusunda, indi deyəcəksiniz, tənqid edirsiniz, amma yuxudan danışırsınız. Amma yəni məsələ budur ki, onun yuxusu mənə höccət deyil. Yəni o düşdüyü durumda nəyə səbəb olub? Yuxusunda atası böyük alim Hacı Şeyx Abbası görür Qummini. Atasına deyir ki, mən o mətləbi bir yerdə görmüşəm, amma harada olduğunu bilmirəm. Şeyx Abbas ona belə bir tövsiyə edir. Bir sözü danışarkən onun sənədi mütləq əlində olmalıdır. Sənədsiz, sübutsuz danışanda belə çətin vəziyyətlə qarşılaşarsan. Mən o mətləbi Nəfəsül Məhmum kitabında filan səhifədə Aşura günü hadisələri bölümündə yazmışam. Get oraya bax. Bu da ayılır yuxusunda. Gedir. Oyanan kimi dərhal Nəfəsül Məhmum kitabını açır və həqiqətən də qeyd olunan səhifədə axtardığı məlumatı tapır. Dərhal Şeyx Məhəmməd Əli Kazıminin yanına gedərək yuxusunda baş verənləri ona danışır. Şeyx Məhəmməd Əli bunu eşidən kimi deyir. Onda gəl indi birlikdə hərəmi ziyarət edək ki, yəni mən də Şeyx Abbasın ruhuna bir ziyarətnamə oxuyum. Yəni nə qədər dəqiq, nə qədər yəni insan hesablı, kitablı olmalıdır ki, sabahları mən ölsəm, mənə desələr, ay bala İmam Hüseyn bunu harada deyib? Həzrət Zeynəb bu sözü harada deyib? Mən də qayıdım deyim, nə bilim, yuxuda görmüşəm, filan hacıdan eşitdim. Yəni bunlar əsas bir şey deyil. Bir də nəzərinizə bir neçə dənə şeyi qeyd etmək istəyərdim ki, bunları da bilərsiniz. Məsələn, bəzi məclislər var, görərsiniz, həyatda öz əqidənin yolunda mübarizə apar. Çünki həyat əqidə və cihaddan ibarətdir. Məsələn, İmam Hüseyn əleyhissalama belə bir söz nisbət verilir. Yəni, əqidə yəni ki, çünki həyat yəni əqidə və cihaddan ibarətdir. Lakin əzizlər, İmam Hüseyn əleyhissalamın belə bir sözü yoxdur. Biləsiniz, bu qeyd edilənə əsasən şair və ədib Əhməd Şövqiyə aiddir. Yəni, bir ifadələrin məsum imama aid edilməsinin heç bir elmi əsası yoxdur. Yəni, biləsiniz, bir söz xoş gələ bilər. Şəhid Mütəhərrir demişkən, bəzən gəlirlər cavanlar, deyirlər İmam Hüseynin belə bir sözü olub, deyirsən ki, yox, İmam Hüseyin belə söz demir, deyirlər, ayda. Ay, İmam Hüseynin o cür sözləri olub, onlar məyər azdır ki, sən başqa bir sözə də ki, pənah sığınacaq aparırsan. Və ya, məşhur eşitmişsiniz, roza mərsiyələrdə və ya bəzi xütbələrdə ki, İmkanə dini Muhammed, o məşhur bir söhbət var ki, İmam Hüseyn əleyhissalama nisbət verilir belə bir söz ki, əgər babam Mühəmmədin dini mənim öldürülməyimlə ayaq üstə qalacaqsa, onda ey qılınclar, doğruyum mən. İmam Hüseynin belə bir sözü yoxdur. Yəni, bu da
qeyd edilib ki, bu misralar Şeyx Muhsin Əbdülhəb Həvizi Kərbəlaya vəfatı hicrətin 1305-ci il məxsusdur və onun Əl-Hayrat divanında yer alıb. Yəni, mən bunu niyə görə deyirəm? Yəni, görürsünüz ki, əsassız ola bilər ki, kimsə həmin bu şairin sözünü məclisdə deyib, İmam Hüseynin nisbət verərək. Amma kimsə oturub, qulaq asıb ki, bu məddah, şair İmam Hüseynin adına belə söz deyib. Gedib bu buna deyib, o buna deyib, o buna deyib, cəmaatın arasında yayılıb. İnsafən də adam deyir, nə gözəl söz. Əgər babamın dini mənim ölümümlə yaşayacaq sonda, ey qılınclar, doğruyum mən. Adam deyir, bəh, bəh, bəh. Amma İmam Hüseyin belə söz deməyib. Yəni, məsələ bu deyil, bu söz batildir, batil deyil. Məsələ bu sözü İmam Hüseyin əleyhissalamın adından cəmaata deməkdir. Sabah İmam Hüseyin desə, harda mən belə söz demişəm? Mən bir cavabım olmayacaq. Və ya, məşhur bir söz. Kullu yevmin aşura və kullu ardin Kərbəla. Yəni, bu ifadə hər yer, hər gün aşuradır, hər yer Kərbəladır. Və bunu İmam Sadiq əleyhissalama adətən nisbət verirlər və bunu dəfələrlə çalışıblar ki, bu söz batil söz deyil. Yəni, bu söz əslində belədir. Mənim sözüm yenə də batil, haqq olduğu ilə deyil. Mənim məqsədim budur ki, İmam Sadiq əleyhissalamın belə bir sözü yoxdur. Bəzən hətta qeyd edirlər ki, bu fikir özü, yəni ki, ümumiyyətlə bəzən Əhl-i-Beyt tərəfdarların hansısa prinsipləri ilə uyğun da gəlməyə bilər. Yəni, bununla işim yoxdur. Yəni, qısacası onu demək istəyirəm ki, bu sözün batil də haqda işim yoxdur. İmam Sadiq əleyhissalamın belə bir sözü yoxdur. İndi keçək bir məsələyə. Əbu Bəsir və Məhəmməd ibn Müslim nəql ediblər ki, İmam Sadiq əleyhissalam buyurdu. Və indi bu məsələlərə diqqətlə qulaq asın mənim əzizlərim. Əbu Bəsir və Məhəmməd ibn Müslim nəql edib ki, İmam Sadiq əleyhissalam buyurur. İnsanlarla onların bildiyi və qəbul etdiyi kimi davranın, ünsiyyət qurun. İnkar etdikləri və ya xoşlamadıqları şeyləri isə onların özünə buraxın. Özünüzə də, bizə də yük olmayın. Yəni, bizi çətin vəziyyətdə qoymayın. Bu dəb düşüb, hər şeyi, hər bir sözü cəmaat arasında danışmazdır. Ola bilər ki, mən indi burada 4-5 nəfərlə elə bir şey danışım ki, bəli, cəmaata xoşlamadıqları şeyləri danışmaq fəxr deyil. Kənardan adama deyəndə ki, bunu niyə görə demirsən? Məsələn, Əməvi ardıcılları, Vəhabilər, təzə-təzədə özümüz görürdünüz. Gəldilər, belə bir təbliğat apardılar ki, sən gərək getməlisən atonun, anonun qəbirlərini dağıtmalısan. İslamda qəbir yoxdur. İslamda bu yoxdur, o yoxdur. Təzə-təzə belə başladı. Gedirdilər, yadında olanların olar, 90'ların axırlarında gedirdilər qəbirstanlıqda qəbirlər dağıdırdılar. Güya bu şirkdir. Şirkdir. Bunların babaları Mədinədə, Məkkədə dağıtdılar qəbirləri, doymadılar, gəlsinlər Azərbaycanda da düşünlər ki, kimlər söz ata-babalarının qəbirlərini dağıtdılar. Var, yəni köhnə namaz qılanlar bunu çox yaxşı bilirlər. Tarixən başladılar ki, yox, İslamda qəbir ziyarəti yoxdur, qəbir yoxdur, şirkdir, şirkdir, şirkdir. İndi maşallah onların ardıcılları qəbirstanlıqdan çıxmırlar. Necə oldu bu? Hə? Yox, Peyğəmbərimiz buyurub ki, qəbirləri ziyarət etməklə ölümü xatırlayın. Nə bilim filan, bunu qabaq niyə demirdiniz, hə? Gördünüz bizim xalq bu ənənəni qəbul eləmir qəbir sındırmağı, qəbir dağıtmağı, qəbir ziyarətini yığışdıra bilmədiniz, filan eləmədiniz. Çünki gedib o əbəcdadlarımızdan gətirdiyiniz ənənə gördünüz Azərbaycanda keçərli döyür. Dediniz ki, ne, gedək qəbirstanlıqlara. İndi maşallah qəbirstanlıqlarda minbər açıb cəmaata xütbə söyləyirlər. Nə oldu? Bunu 10-15 il bundan qabaq niyə eləmirdiniz? Hələ 10-15 il bundan da qabaqdır deyərdinizsə, cəmaata ölümü xatırladardınızsa, niyə tövsiyə verirdiniz ki, qəbir dağıtsınlar? Niyə görə bəqidə qoymursunuz ki, cəmaat getsinlər, hə? Siz gedib qəbirstanlıqda
özünüz gedib kimisə dəfn edəndə o qəbirlərdən nəsə istəyirsiniz? Bəs başqalarına niyə görə qoymursunuz ki, cəmaət gəlib fəqir qəbirstanlığı ziyarət eləsin? İndi məsələ burasındadır ki, yəni bəzi şeylər var ki, insanlar bunları xoşlamırlar. Bu insanların ənənəsi deyil, bu insanların adəti deyil. İmam Sadiq də onu buyurur ki, gedib cəmaatın xoşlarına gəlməyən şeyləri, onların ənənələrinə zid şeyləri qayıdıb danışmayın. Bəzilər deyir ki, niyə Quranda dinozavr yoxdur? Niyə Quranda avokado barəsində ayə yoxdur? Niyə görə məsələn Budda haqqında bir söz yoxdur? Niyə görə filandır? Qardaşım, bu Quran həmin ki bu ərazisi var ki, indi əsasən Mesopotamiya Tərdiya, bunların cəmaatının tanıdığı kəslər Yaqub olub, Zəkəriyə olub, İsmail olub, filan olub, tanıdığı meyvələr olub, tanıdığı heyvanlar olub, filan olub. Allah Teala gəlib o qövmə qayıdıb desə ki, qütb ayısından söhbət danışsa, onlar deyəcək, sən nə danışırsan? Qütb ayısı kimdir? Deyirsən, Quranın işi coğrafiya deyir, Quranın işi astronomiya deyir, nə bilim, parapsixologiya deyil, filan deyil. Quranın işi hidayətdir. İnsanlara hidayət etmək üçün gəlib. Orada banan axtarmağın, nə bilim, ananas axtarmağın yeri deyil. Quran gəlməyib ki, orada biz, nə bilim, hansı maşının daha yaxşıdır, bu cür şeyləri biz axtaraq orada. Daha sonra Əbül-Əladan nəql olunub ki, İmam Sadiqin belə buyurduğunu eşitdim. Bizim işimizi daşımaq, yəni qəbul etmək, bizim imamətimizə qail olmaq, yalnız onu təsdiqləmək və qəbul etmək deyil ki. Bu ev hədislərindəndir. Yəni bizim bir var ayırt edirləri əl-ammə, bir də var əl-xassə. Yəni bir var ümumi kütlə, bir var ki xüsusi kütlə. Yəni bu sözlər, imamın bu sözləri ümumi müsəlmanlara yox, özünü Əhl-i-Beyt ardıcılı təqdim edənlərə aiddir. Deyirsən, elə bilirsən ki, mən imamət ardıcılıyam demək, ancaq bunu təsdiq edib qəbul etməkdir. Yox. İmam buyurur ki, bizim işimizi daşımaq, həm də onu gizlətmək və layiq olmayanlardan qorumaqdır. Harda gəldi, oturursunuz orada, lazım olmayan yerdə lazım olan sözləri qayıdıb deyirsiniz. Gedir, lazım olmayan şüarlar səsləndirirsiniz. İndi mən ona toxunacağım. Beləliklə onlara salamımı çatdır. İmam buyurur. Və de ki, Allah insanların məhəbbətini özünə cəlb edən bəndəyə rəhmət etsin. Onlara bildikləri şeyləri danışın. İnkar etdikləri şeyləri isə onlardan keçin üstündən. Sonra buyurdu, and olsun Allaha bizə qarşı düşmənçilik edib döyüş quran, yəni nasibilik, əsl imamlara qarşı nasibilik edən, açıq-aşkar düşmən edən kəsin bizə vurduğu zərər, bizim xoşlamadığımız şeyləri bizə nisbət edərək danışan kəsin vurduğu zərərdən daha ağır deyil. Yəni sən öz ləyaqətsiz danışıqlarınla, öz ləyaqətsiz əməllərinlə elə bir zərbə vurarsan ki, onun nasibi belə imama vurmayıb. Yəni bu nə deməkdir? Sən ömür billah sənə dedilər ki, bala, filan əhl-i sünnənin müqəddəsatını təhqir eləmə. Sənə dəfələrlə dedilər, açıq-aşkar eləmədilər. Mən bezmişəm şərhlərdən yazmaqdan ki, filan kəsə lənət, filan kəslər zatı qırıqdır, filan kəslər nə bilim nədir. Sən elə bildin ki, sən filan kəsləri söyləyəcəksən, onlar əlini söyməyəcəklər. Fatiməni söyməyəcəklər, arxayınlaşdın. Mən filan kəs söyləyəcəm, o isə əlini söyə bilməyəcək. Allahu Əkbər, sizi necə təbrik edirəm, mənim şərhlərimə görün son zamanlar nə qədər nasiblər. İmam Əlini də söylürlər, xanım Zəhranı da söylürlər, özü neyi də var söylürlər. Bax, bunun əsl səbəbkarlarından biri də sizsiniz. Təhqir edərsən, təhqir edəcəklər. Sən elə bildin ki, eləməyəcəklər. Baxın şərhlərə, İmam Əli barədə nə xoşa gəlməz sözlər deyirlər. İmam Hüseyin barədə nələr deyirlər. Hər yetənə gəlirsən, eləyirsən, olmaz qardaşım. Son zamanlar siz Əhl-i Beyt məktəbinin ardıcıları, aya, siz hansısa idman yarışında
kiminsə şüarına möhtac qalan günə düşdünüz. Möhtac qalan günə düşdünüz. Yəni gör, duruma baxın. Məsələ burasındadır ki, sənin imamın buna ehtiyac duyur. Sən, qardaşım, qıraqdan haqlı etirazlar bildirirlər. Ey Əhl-i Beyt məktəbinin tərəfdarları, sənin fəqihlərin, sənin müştəhidlərin bu döyüşləri caiz bilirlər, bilmirlər. Kim caiz bilir? Hamı caiz bilmir. Haram bilirlər insanın fiziki bir-birlərinin üzünə vursunlar, döysünlər, qanatsınlar. İstər bu iş nə adla olsun, bu ad Əhl-i Beyt adı ilə olsa daha betərdir. Bunu qəbul etmək lazımdır. Adamlar iradlarında haqlıdırlar. Adamlar iradlarında haqlıdırlar. Bu səhv işdir. Səhv işdir, qardaşım. Səhvdir. Nə olsun bu şeyi eləyən şiyyədir, nə olsun bu şeyi edən sünnidir, nə olsun bu şeyi edən, bu səhvdir. Sabahları qardaşım bunu bəri başdan dinən ki, bu şey səhvdir, nə olsun? Mən xoşuma gəlir, orada mərsiyə deyilir, orada nə bilim falan. Qardaşım, sənin imamın belə şey ehtiyacı var. Həzrəti Əli əleyhissalam suyu onun üzünə bağladılar. Getdi suyu açdı, əshabı dedilər ki, sən də bağla dedi. Yox, bu düzgün şeydir. Nə olsun bu iş mənim karıma gəlir? Şimir gəlib sübh vaxtı pusurdu İmam Hüseyin əleyhissalam əshabını. Əshabı dedi ki, gəl əlimizə keçib, tutaq onun başını kesək. İmam Hüseyin dedi, nə danışırsan sən ala? Ala belə fürsət hələ düşməyəcək. İmam Hüseyin dedi, yox, bu bizə aid bir şeydir. Necə bu kişiliyə sığar? Adam gəlib pusub orada casusluq edir. O çıxsın, geçsin, işi ilə məşğul olsun. Mən heç kəsən vuruşmaq istəmirəm, mən heç kəsən döyüşmək istəmirəm. Allah Teala xoşlamır, bu iş mənim xeyrimədir. Bu işi mən atların çəkmək istəmirəm, hansı dəstək edir. Tək ki, mən qalib gəlim, hər şey edim. Bizim buna ehtiyacımız yoxdur, qardaşım. Ehtiyacımız yoxdur bu şeyə. 40 il bundan əvvəl ya Əli Mədəd şey var idi. Var idi, belə ver ki, maşallah kimi görəm deyir ya Əli Mədəd. Elə bilirsiniz ki, Əhl-i Beyt tərəfdarı maşınına 313 rəqəmini vurandı. Buradan bura tatuaj vurdurandı, saqqal saxlayandı. İndi gəlib danışacağım mən sizə. Əhl-i Beyt tərəfdarı kimdir? Kimə İmam Şiyə deyib? Kimə deyib? Yəni ki, bizdə oturuq, qaydırıq, elə bilirik ki, yox, hələ bu zahiri eləsəm, sizə elə bilir ki, qoydu hansısa məclisdə qayıdıb ya Əli demək. Mən bu şüarı demirəm, amma niyə görə imamlar bizə dəfələrlə deyilib ki, bu şüarıdır. Elhamdülillahillezî cealena minel mutemessikine bi vilayeti emiril müminin. Bizi Əmir el-Müminin Əli əleyhissalamın vilayətində qərar verən Allaha həmd olsun. Niyə bu şüarı demirsiniz? Niyə ya Əli Mədədi deyirsiniz? Niyə özünüzə söz gətirirsiniz əlavə? Qayıdıb deyirsiniz, əlhəmdülillah mən müşrikəm. Əlhəmdülillah müşrikəm. Biri mənə yazıb ki, Həzrət Əbəlfəz köməyin olsun. Dil və çıban çıxartırsan, Allah sənə kömək olsun. Niyə demirsən? Niyə acığa sən yenə də deyirsən ki, Əbəlfəz sənin köməyin olsun? Nə ola, sənin Əbəlfəzlün Allah uğrunda şəhid olub. İmam Hüseynin Allah uğrunda şəhid olub. Onu şəxslərə çağırdılar, Allah yolunda qanlarını tökdülər. Qardaşım, nə olar desin? Bir dəfə də ki, dinən ki, ya Allah, bir dəfə dinən ki, ya Allah kömək ola, kömək elə. Qardaşım, nə olar sənə 50.000 dəfə deyirlər ki, demə, yenə də deyirsən acığa deyəcəm. Yenə də deyirsən acığa deyəcəm. Niyə? Niyə sənə görə başqalarına gəlib söz gəlməlidir? Niyə sənə başqalarına söz? Qardaşım, mən ömrümü çürütməliyəm ki, qayıdım deyim ki, qardaş, o düşündüyü düşünür. 50.000 dəfə mənə deyirlər, filan alim kitabda belə yazdı. Filan, deyirəm, ondan mənə nə? Qardaşım, mənim imamım, mənim peyğəmbərim, mənim Quranım belə sözlər deyibmi? Qardaşım, adam özünə gəlməlidir. İmam gördünüz nə dedi? Daha sonra İmam Sadiqdən nəql olunub. Elə bir iş görməkdən çəkinin ki, buna görə bizi qınasınlar. İmam Sadiq buyurur. Elə iş görməkdən ki, sənə bir söz demir, sənə deyilir ki, bunun imamı da bu cür olub. Ay, axı imamın sənin bu cür olmayıb. Çünki pis övladın əməlinə görə atası qınanar. İmam buyurur. Sənin əməlvi imama yazırlar. Sənin əməlvi elə bilirlər, İmam Hüseyin də bu cür olub. İmam Əli də bu cür olub. Axı sən olmusan belə. Bu işi dinən mən edirəm. Demə günə ki, mənim imamlarım belə edib. Mənim peyğəmbərim belə edib.
Bağlandığınız kəs üçün zinət olun, ona ləkə gətirməyin, imam deyir. Hər bir işinizdə mərsi oxuyursunuz. Sən məddah, sən ki xurafat şeylər oxuyursan, sən əminsən ki, İmam Sadiq sənin məclisində oturardı? Əminsən? Oturardı. Durub deməlisin ki, ayıb olsun ha sənə. Sən mənim oturursan, sən anon, bacın haqqında deyilməyəcək, haqqında razı olmayacaq sözləri xanım Zeynəb barəsində deyirsən. Xanım Fatimə barəsində deyirsən. Yəni onların barəsində elə şeylər deyirsən ki, ayıbdır. Peyğəmbərin ailəsidirlər bunlar, Peyğəmbərin nəvələridirlər bunlar. Nə danışanda 5 dəfə düşünün, nə danışırsınız İmam Hüseynin yoldaşları barəsində, qızları barəsində, xanımları barəsində, qardaşım, düşünmək lazımdır. Qayıdıb, daha sonrasını oxumuram. Yenə də Yunus ibn Əbdürrəhman Kəsir ibn Əlqəmədən nəql edib ki, İmam Sadiqə deyildi, soruşdum ki, mənə nəsihət ver. İmam buyurdu, sənə Allaha təqvalı olmağı, mənəvi pərhizkarlığı, ibadəti, uzun səcdələri, əmanətə əda etməyi, doğru danışmağı, qonşuluqda yaxşı olmağı tövsiyə edirəm. İmam dedi ona qəşəng bir zümrüd üzüyü taxmağı, maşınva filan nömrəni vurmağı, filan rəngdə nə bilim giyinməyi. Görürsünüz? Baxın, Əhl-i-Beyt tərəfdarını bununla tanıyırlar. Doğru danışır, doğru danışmır. Əmanətə düzgün riayət edir, etmir. Sinə vuranda əlini nə qədər qaldırdığı ilə yozmurlar. Hansısa məşqdə nə bilim, ya filan kəs qışqırmağı ilə tanınmır. Görün hansı xüsusiyyətlərlə tanınır. Qayıdır deyir, çünki Məhəmməd sallallahu aleyhi və aleyhi və səlləm bizə bununla gəlib. Qohum əqrabanızla əlaqənizi möhkəmləndirin, xəstələrinizə baş çəkin, cənazələrində iştirak edin, bizim üçün zinət olun, bizə ləkə olmayın. Yenə də imam deyir, bizə ləkə olmayın. Əccəb edirəm küçə söyüşləri ilə baxırsan ki, özlərinə deyirlər, söyüşün biri bir qəpeylik. Bu Əhl-i-Beyt tərəfdarı olmaqdır. And ola Allaha, mən Fərid əminliklə deyirəm, bu hədisləri, imamlarımın bu kəlamlarını oxumasaydım, mən sizinlə 105 milyard kilometr uzaq dayanardım. Bax, mənim etiqad bəslədiyim Əhl-i-Beyt məktəbi budur. Əhl-i-Beyt, əgər məni özünüzdən saymırsınızsa, bugündən saymayın. Yəni, mənim etiqad etdiyim Əhl-i-Beyt məktəbi bax budur. Mən buna görə bax, bu tərəfdəyəm. Yəni, bu tərəfdə dayanmışam. İmam əleyhissalam buyurdu, insanlarla xoş söz deyin, dillərinizi qoruyun və onları artıq əski, çirkin sözlərdən saxlayın dilinizi. Bizi insanlara sevdirin, bizə nifrət etdirməyin, hər bir sevgini, məvəddəti bizə tərəf çəkin. Bizə tərəf çəkin, sən uzaqlaşdırırsan öz xurafat oxumaqlarından, mərsiyələrindən, söhbətlərindən, əməllərindən, tərbiyəsizliyindən. Qardaş, uzaqlaşdırırsan ya insanları çəkirsən. Sənə bir gün deyirlər ki, ilahi, İmam Əlinin tərəfdarı belə olar. Belə olar. Hər bir pisliyi bizdən uzaqlaşdırın. Çünki bizim haqqımızda deyilən hər bir xeyrə biz layiqik. Barəmizdə deyilən hər bir şərrə gəlincə isə Allaha and olsun ki, Allahın kitabında bizim üçün haqq var və Rəsulullah tərəfindən yaxınlığımız var. İndi əsas məsələni qeyd edin. 3 təbəqə insan. Yenə də İmam Sadiq əleyhissalamdan nəql olunub. Bax, buna diqqətlə baxın. Dini dindardan ayırın. Əhl-i-Beyt məktəbini onun ardıcıllarından ayırın. İmam əleyhissalam buyurub ki, insanlar 3 təbəqədirlər. Bir təbəqə bizdəndir və biz də onlardanıq. Bu aydındır. Və təbəqətun yətəzəyyənunə bina. Və bir təbəqə var ki, bizim vasitəmizlə özlərinə zinət verirlər. Məqsədləri bizdə örür. Bizim adımızla cəmiyyətdə özlərinə ad çıxarmağa çalışırlar. Məsələ burasındadır. Məsələ burasındadır. Və təbəqətun yə'kulu bə'duhum bə'dan bina. Və bir təbəqə də var ki, onlar bir-birlərini bizim adımızla yeyərlər. İmam buyurur. Yəni nə?
Miratul Uqulda Əllamə Məclisinin şərhi var. Kitabda qeyd edilib ki, imamın bir təbəqə bizim adımızla özlərini bəzəyənlərdir sözü o deməkdir ki, onlar bizə olan sevgini və bizdən onlara çatan elmləri insanlar yanında özləri üçün bir zinət, bəzək və mövqe qazanmaq üçün bir vasitə edərlər. Yəni sənin məqsədin imamlardan istifadə edib öz kreslovu düzəltməkdir. Siz ağlayın, mən də özümə gün ağlayım. Yəni budur. Sonra daha sonra qeyd edir ki, imamın onlar bizim aramızda adımızla bir-birini yiyərlər sözündə bir neçə cəhət var. Nə deməkdir bu? Bəzilər deyirlər ki, ola bilər ki, bu deməkdir ki, bir-birinin malını alırlar və bunu bizim məhəbbətimizi, tərifimizi və elmlərimizi nümayiş etdirməklə yeyirlər. Yəni, bir-birlərinin mallarını imamın adından istifadə edərək yeyirlər. Daha sonra bəzi məqsədləri var, onlara toxunmaq istəmirəm. Axırda da bunu deyim, vəssalam, qurtarıram söhbət, xahiş edirəm, bunu da diqqət edin. Üsul-ü Kafi kitabında nəql olunub ki, bir gün imamın əshabından biri onun yanına gəlib dedi. Sənə fəda olum, and olsun Allaha, mən səni və səni sevənləri sevirəm. Ey ağam, sizin tərəfdarlarınız, şiyələriniz nə qədər də çoxdur. Həzrət İmam buyurdu ki, adlarını çək. Həmin adam dedi ki, çoxdular İmam dedi, onları saya bilərsən. Həmin adam deyir ki, axıb saymaqdan çoxdular, mən nə deyim? İmam Sadiq əleyhissalam buyurdu. Əgər vəsf olunan say 311 nəfər tamamlansaydı, istədiyiniz gerçəkləşərdi. Zahirə baxırsınız, zahirə baxırsınız. Neysə. Lakin bizim tərəfdarımız o kəsdir ki, səsi öz qulağından uzağa getməz. Qışqıra, 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 səsi öz qulağından o tərəfə getməz. Yəni, özü danışdığını birinci öz qulağı eşlər, bağırmaz, özünü gözə soxmaz. Yəni, ədavəti isə bədənini aşıb keçməz. Düşmənçiliyin var, birinci özvü olsun düşmənçiliyin. Eyib güdmək istəyirsən, birinci öz eybivi güd. Qeybət eləmək istəyirsən, birinci öz qeybət elə. Böhtan, nə inirsənsə, birinci özvü aşmaz. Yəni, kənara o cəvarih bədən əzalarına filana çıxıb kənara getməz. İnsan birinci öz-özü ilə məşğul olar. Bizi aşkar şəkildə məth etməz. Yəni, təmtəraqlı surətdə imam, 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 filan, beşməkan. Yəni ki, nə buna, nə ehtiyac var axı? Bizim adımızdan kinli danışmaz. İmam adından istifadə edib onumunu söyən əzizlər. İmam deyir ki, adımızdan istifadə edib başqaları ilə kinli düşmən danışmaz. Mübahisə etməz. Bizə eyib tutanla oturub durmaz. Bizi təhqir edənlə danışmaz. Bizə nifrət bəsləyəni sevməz. Bizi sevənə isə nifrət bəsləməz. Durub, oturub, hər bir şeyə baxırsan ki, görürsən ki, dünənləri ən əxlaqsız, ən tərbiyəsiz, ən xoşa gəlməz iş görüblər. Bu günləri qayıdıb deyir ki, ya Əli, bütün bizimkilər hamısı keçirlər olsun. Can, Əli deyən dil və qurban olmuşsun. Ay qardaş, bu adam budur, filan kəsdir, peşman kəsdir, budur, obrudur. Yox, ya Əli dedi. Can, qurban olaram sənə. Can. Sabahları da ki, görürsən ki, həmin adamlar tərbiyəsiz məclislərdədir. Xoşa gəlməz əməllər edirlər, filan edirlər. Başına döyür ki, bu niyə görə axı belə elədi? Bir alimə gəlib deyirlər ki, ağa tələbələrindən biri oğurluq elədi. Deyir, yox, elə deyir. Oğru tələbəlik edirdi. Oğru namaz qılırdı. Namaz qılan adam oğurluq eləməz. Oğru adam namaz qılıb. Nəsə o şeyləri qeyd etməyim. Sonda da ki,
yenə də mərsiyəyə toxunum. İnsafən sizi and verirəm Allaha. Ey məni izləyənlər. Son dövrlərdə başqa ölkələrdə olan mərsiyə janrları var. İsrarla bunu idxal ediblər bizə. Bu bizim mədəniyyətimiz deyil. Ona görə bizim xalq o mərsiyələri qəbul eləmir. Eləmir əzizlərim bu mərsiyələri. Yəni bizim siz açın qədim mərsiyələrə baxın. Baxın. Dahilərin göz yaşları. Hələ Kiril əlifbası ilə. Mən bilmirəm, bunu Azərbaycanca buraxıblar təzədən yoxsa yox. Niyə buraxmırsınız? Niyə buraxmırsınız? Kimlər var burada? Kimlər var? Məhəmməd Füzuli, Qasım bəy Zakir, Abbasqulu Ağa Bakıxanov, Seyyid-Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Xurşudbanu Natəvan, Əbdülhəsən Raci, Seyyid Rıza Sərraf və s. və ilaxır. Görürsünüz bizim dahilər. Nə baş verib ki, siz İmam Hüseyn əleyhissalam üçün mərsiyə əzadarlıq edəndə buna yox gerirsiniz başqa şeylərə müraciət edirsiniz. Niyə? Niyə? Hə? Niyə? Mən məddahlardan və ya xanəndələrdən üzr istəyirəm. Mən mərsiyəxan deyiləm. Mən sadəcə misal üçün oxuyuram. Aləm niyə bəs olmadı viran Əli Əkbər. O gün ki səni sağdılar atdan Əli Əkbər. Bax, Dədə Baba mərsiyəmiz budur. Hüseyin, bunlar olmayıb bizim mərsiyəmiz. Baxın, bu Dədə Baba mərsiyələrimiz bunlardır, qardaşım. Bunu oxusuz siz kimsə sizə etiraz edər. Baxın, köhnə mərsiyə, Dədə Baba mərsiyələrinə də və ya bir dənə görüm və ya Get Əli Əkbər oğul, Allaha tapşırdım səni. Get Əli Əkbər oğul, Allaha tapşırdım səni. Şibhi Peyğəmbər oğul, Allaha tapşırdım səni. Bax, bu bizim məclisimizin, Dədə Babadan məclislərimizin mərsiyəsidir. Bununla yoğrulmuşuq. O, burunda oxunulan, mənaları bilinməyən, oxuyursunuz, sözlərini də başa düşürsünüz. Məsələn, götürmək olar da, Həqqidən Yezid eylə bir həya, Həqqidən Yezid eylə bir həya, Çün Hüseynimin bir xudası var, Çün Hüseynimin bir xudası var, Vurma Xeyzəran qanlı ləblərə, Vurma Xeyzəran qanlı ləblərə, Bu kəsi başın çox yarası var. Vəssalam. Öz sözlərimiz, öz mədəniyyətimiz, öz ruhumuz, fəryad o zamandan ki, fəryad o zamandan ki, Şamə üsəra gəldi, Şamə üsəra gəldi, Həm Zeynəbü, həm Gülsüm, həm Zeynəbü, həm Gülsüm, həm Zeynülibad gəldi, həm Zeynülibad gəldi. Nə oldu? Hara getdi bu mərsiyələr? Hara getdi bu mərsiyələr? Nə oldu bu mərsiyələrin axırı? Niyə oxunulmur bu mərsiyələr? Niyə mənasız bilinməyən sözlər burunda səslərlə bir qəribə üslublarla oxunulur? Azərbaycan şivəsi ilə Ömrüm həyatım Əli, Ömrüm həyatım Əli, Şuru nəşatım Əli, Lay lay sinəmin gülü, Ellərimə sevgili, Lay lay sinəmin gülü, Ellərimə sevgili. İndi bu mərsiyə janrını insafən qadınlar saxlayırlar. Qadın məclislərində siz eşidərsiniz. Kişilər gedib bir başqa yerə. Kişilər artıq köynəklərini soyunurlar. Kişilər artıq bir
yəni bir subkultura bir yaradıblar. Artıq bu dədə baba uşaqlıqdan gördüyümüz məclislər deyil. Artıq sinələrinə vururlar, çılpaq şəkildə deyirsən, başva dönüm eləmə, deyir, yaxşı edirəm. Qurban olum eləmə, eləmə, bayaq oxuduq. Əhl-i-Beyt məktəbinə ləkə gətirmə, deyir, ləkə sənin başın ləkəlidir. Mən düz edirəm əslində. Mən deyirsən, eləməzlər. Sənin dərdin nədir, bala? Sən diskotekaya gedib rəqs edə bilmirsən, onun qəzasını, heyfini İmam Hüseyn məclisindən çıxartırsan. Bəlkə sən diskotekada geçsəydin, əl-qol atsaydın, belə fəsad törənməzdi. Eləyə bilmirsən diskotekada o enerji çəkə bilmirsən, neynim, gəl onları İmam Hüseyn əleyhissalamın məclislərinə salaq. Xaricilər də qoyurlar ki, xarici mahnını, ya Allah, başqa hansısa bir xarici müğənnini sesin kes, məclis eyni məclisdir. Məclis hansısa bir Əla lə'nətullah əla qavmiz zalimin inşallah.